Bu gün keçirilən sınağın izahına sizə yekun olaraq bu günün sonunda birlikdə baxacaq. Hər kəs diqqətlə qulaq assın. Müəyyən fikirlər var. Suallar orta səviyyədə düşüb. Mənim şəxsi fikrimdir. O qədər də çətin deyil. Və eyni zamanda təbii ki, düşündürücü suallar da var. Yəni normal səviyyədə, orta səviyyədə bilən şagird, abituriyent rahatlıqla yaza bilər. Gəlin davam edək, keçək testimizin izahına. 31-ci sualda bizdə uyğunluğu müəyyən edin deyir. Xüsusiyyətlər verilib və inzibati rayonlar 1. Həm dəmiyə, həm də suvarma əkinçisi inkişaf etmişdir. Bildiyimiz kimi ərazisi həm dağlıq, həm düzənlik ərazilərdə yerləşən inzibati rayonlarımızda, yəni bir hissəsi yarımsərhəd quru çöl, digər hissəsi mülayim isti iqlim və ya soyuq iqlim olan hissələrdə həm dəmiyə, həm də suvarma əkinçisi inkişaf edə bilər. A-da Zərdab, Kiraraz ovalığında yarımsərhəd quru çöldür, burada dəmiyə əkinçiliyi olmaz. B. Daşkəsən, burada yalnız dəmiyə əkinçiliyi olar, suvarma əkinçiliyi inkişaf etməz. Gədəbəy həmçinin. D-də Tovuz, həm dağlıq, həm də düzənlik ərazilərdən ibarətdir. Y-də Goranboy həmçinin. Yəni 1-ə D-Y mütləq qeyd edirik. 1-ə D, Y2. Əsasən dəmiyə əkinçiliyi, dağlıq ərazilər dediyimiz kimi B və C, Daşkəsən, Gədəbəy. 3. Yalnız suvarma əkinçiliyi inkişaf etmişdir. Yarımsərhəd quru çöl iqlim şəraitinə malik olan Zərdab rayonu qeyd edə bilər. 1 D, 2 B, C, 3 A, yəni C variantı testimizin doğru cavabıdır. Növbəti suala baxaq. Uyğunluğu müəyyən edin. Faydalı qazıntılar verib, mənşəyi verib, hasilatçı ölkə. Bu tip sualı biz dəfələrlə dərsimizdə, sınaqlarımızda, aylıq sınağımızda bizim qeyd edilib, işləmişik. Düzdür, müəyyən aranızda şagirdlər var ki, təəssüf ki, diqqətsizlik eləyib, yanlış yazıb, amma o qədər də çətin sual deyildi. Daş kömür bildiyimiz kimi yanar faydalı qazıntıdır. 1-ə 3 və Almaniya fərqlənər C. 2-yə qalay filiz mənşəli faydalı qazıntı Cənub-Şərqi Asiya ölkələrindən olan Tayland fərqlənir B. 3-ə isə fosforit bildiyimiz kimi qeyri-filizli 2. Mərakeş, yəni Mərakeş dağlarında deməli, daha doğrusu Atlas dağlarında Mərakeş dövlət ərazisində fosforit ehtiyatı ilə zəngindir. 1-ə 3C, 2-yə 1 deməli B, 3-ə 2A, yəni D variantı testimizin doğru cavabıdır. Növbəti suala keçdik.